Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəbdə olub. O məktəbdə şagirdlərlə səmimi görüş keçirib, onların təhsili ilə maraqlanıb, gələcək planları barədə söhbət edib, şagirdlərə biliklərini daha da artırmağı tövsiyə edərək dərslərində uğurlar arzulayıb. Görüş zamanı Sumqayıt şəhərində həyata keçirilən sosial və infrastruktur layihələri, təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər ətrafında geniş müzakirələr aparılıb, qarşılıqlı fikir mübadiləsi olub. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb tamamilə yenidən inşa edilib. Köhnə bina sökülərək yerində müasir standartlara cavab verən 1176 şagird yerlik yeni məktəb binası tikilib. Məktəbin direktoru Tərlanə Nağıyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. O qeyd edib ki, yeni məktəb binası təhsil prosesinin keyfiyyətinə müsbət təsir göstərir, şagirdlərin dərsə marağını artırır və müəllimlərin daha səmərəli işləməsinə imkan yaradır. Tərlanə Nağıyeva əlavə edib ki, kollektiv qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək, dövlətin təhsilə göstərdiyi etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaq. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.